Həzrəti Əli İngilisin də imamıdır, Fransızın da imamıdır, Almanın da imamıdır, Amerikalının da imamıdır. Bütün yer üzündə olan Hüccətullah əla xəlqi görürsünüz deyir. Hüccətullah əla xəlqi Allahın bütün məxluqatına, hətta heyvanat özü bir növlə aləmi təşvində imamətin, vilayətindən və imamətindən neynirlər? İstifadə edirlər və imamət qəbul edirlər. O kişi cindən soruşdu, sizdə Əli ibn Əbi Talibin vilayətin qəbul edənlər var, eləməyənlər var, dedi, xeyr. Bilirsiniz o cəryanı? Dedi, xeyr, Ayətullah Büruzirdi'nin dərsinə 2 dənə cin gəlirdi adam surətində. Çünki onlar da əhli təşrifdilər, onlar da elm oxuyurlar, fiqh oxuyurlar, məsələlərini öyrənirlər. Onların da dəst namazı var, indi nə formadadır, onunla işim yoxdur ki, rastlaşsa soruşun, mənə də deyərsiniz. Əgər diliniz olsa soruşmağa. Gəlmişdi, dərs oxuyurdu. Ayətullah özdə bu bir yer deyir, neçə yerlər var bu? Bir misalı mən deyirəm. Ayətullah Büruzirdi mərhum özü arif adam idi, bilirdi bunlar cindilər. Maraqlandı, dedi bunlardan bir kişi soruşum da. İndi o gör nə soruşdu? Kişi budur ha. Birinci Əli əleyhissalamın vilayətini soruşdu. Mən olsaydım, sən Allah falıma bax görüm o batanlarım qaydacaq. Ya qız ərə gedəcək, ya nə olacaq, ya nə bilim nətər olacaq. Baxdıma bax görüm necə olacaq. Biz olsaydı ki onu soruşacaqdıq. Amma ağa neynədi? Birinci soruşduğu bu oldu. Siz cinnilərin içərisində Əli ibn Əbi Talib əleyhissalamın vilayətin qəbul eləməyən var. Eşitmişsiniz də bunu dəfələrlə. Yeri gəlir mən bunu deyirəm. Dedi, xeyr ağa. Bizdə ya kafirdir, ya da Əli ibn Əbi Talib əleyhissalamın vilayətində sabit qədəmdir. Dedi, bunu sizə kim təlim eləyib? Dedi, Qədiruxum hadisəsində 2 dənə cin tayfasından adam olub. 2 nəfər olub cin tayfasından. Onlar gəldi, danışdı bizə, biz də qəbul elədik hamımız.